Məsələ 2. Südlü kisəyə 92,5% yaxşılaşdırılmış süddən 10/7 nisbətində götürülmüş qənd və nişastadan ibarətdir. 1700 qram kisel hazırlamaq üçün nə qədər süd, qənd və nişasta götürmək lazımdır? Həlli. Deməli, kiselin tərkibi süddən, nişasta və qənddən ibarətdir. Ümumi miqdar 1700 qram kisel düzəltmək üçün onun miqdarı ümumiyyətlə 100% qəbul eləsək, oradakı südün miqdarına x desək, x olacaq 92,5%. Və buradan tənasüb qrubu alırıq. 1700 bölək x bərabərdir 100 bölək 92,5-ə. 100-ə ixtisar elədik. X bərabər oldu 17 vuraq 92,5. 92,5 vuraq 17. 7, 5, 35, 7, 2, 14, 17. 63, 64, 5, 2, 9. 5, 2, 7, 15. Və tapdıq ki, x südün miqdarı bərabərdir 1572,5 qram. Kiselin miqdarından südün miqdarını çıxırıq. Yəni 1700 çıxaq 1572,5 və tapırıq 127,5 qram. Deməli, tapdıq ki, nişasta ilə qəndin miqdarı 127,5-dir. Nişastaya y desək, nişastanın miqdarına, nişastaya desək, 10/7 nisbətində qənd olduğundan, qənd olacaq 10/7 y. Bu da bərabərdir 10/7 y. Qənd yazırıq buna, qənd. Və məsələnin şərtinə görə bu ikisinin cəmi 7-də 10 y bərabərdir 127,5-ə. Hər iki tərəfi 7-yə vururuq. 7 y üstə gəl 10 y bərabərdir 127,5 vuraq 7. Buradan alıram 17 y bərabərdir 127,5-ə. 127,5 vuraq 7-yə. 17-yə ixtisar eləyək. Y bərabər olacaq 7,5 vuraq 7. 7-də 5, 35, 49, 52,5 qram nişasta var. Nişastanı da tapdıq. 127,5-dən çıxırıq 52,5-i, qəndin miqdarını tapırıq. Bu deyilir 75 qram. Beləliklə, kiselin tərkibində 1572,5 qram süd, 52,5 qram nişasta, 75 qram isə qənd.